görmə, iyi bilmə və danışıq qabiliyyətinin yoxlanması. Əli əleyhissalamdan soruşdular ki, bir nəfər başqasının başına zərbə vurmuşdu. Vurulan iddia edir ki, görmə, iyi bilmə və danışıq qabiliyyətini itirmişdi. Həzrət Əli buyurdu, əgər o düz deyirsə, ona 3 diyə verilməlidir. Soruşdular, bunu necə bilmək olar? Həzrət Əli buyurdu, iyi bilmə qabiliyyətini itirib-itirməməsini belə yoxlamaq olar ki, yarı yanmış vəziyyətdə olan bir parçanı onun burnunun altına qoyarlar. Əgər o şəxs öz yerində dayanıb hərəkət etmirsə, düz demişdi. Əgər başını uzaqlaşdırsa və gözlərindən yaş axsa, yalan demişdi. Görmə qabiliyyətini belə yoxlamaq olar. Gözlərini günəşin qarşısında açıq saxlayın. Əgər ixtiyarsız olaraq gözlərini qırpsa, yalan demişdi. Əks halda düz demişdi. Danışıq qabiliyyətini də belə yoxlamaq olar. Dilinə bir iynə batırsınlar. Əgər qırmızı qan çıxsa, yalan demişdi. Əgər qara qan çıxsa, düz demişdi.